9-cu sinif 2025-ci il buraxılış imtahanı ingilis dilindən mətn suallarının izahı. 8-ci sualda bizə deyir ki, niyə uşaqların saçı 3 aydan sonra kəsilir? Cavab isə B variantıdır. It shows the start of the baby's life in the travel. Qəbilədə uşağın həyata başladığını göstərən bir şeydir. Ona görə cavab B variantı olur. Bizdən səhvi seçməyimizi istəyir. Səhv isə C variantıdır. Ona görə ki, deyir ki, Masailər həmişə eyni yerdə qalırlar ömrlərinin sonuna kimi və qrup şəklində yaşayırlar. Qrup şəklində yaşayırlar, lakin onlar müxtəlif yerlərdə gəzirlər və mətndə də var idi. Bunun mətnində də deyilirdi. The Masai men jump higher while dancing to show how strong they are. Deyir, Masai kişiləri rəqs edərkən yüksəyə hoppanırlar. Səbəbi isə onlar necə güclü olduğunu göstərmək istəyirdilər. B variantı. 11-də isə deyir ki, mətn nə haqdaydı? Təbii ki, cavab E variantıydı. To well-known tribe in Africa. Afrikadakı tanınmış tayfa. 12-də isə cavabımız 1-3-dür. Mətnlə bağlı doğru variantını seçməyimizi istəyir. Masai can construct their house in different places easily. Masai xalqı qəbiləsi istənilən yerdə asanlıqla ev tikə bilər. 3-cüdə isə the Adumu is the most well-known Masai dance. Adamu çox bilinmiş, çox tanınmış bir Masai rəqsidir. Bəli, növbəti qrammatika suallarının izahı isə kanalımdadır uşaqlar.